Qışın sehirli nəğməsi. Biri var idi, biri yox idi. Qafqaz dağlarının qoynunda Göytanrı yurdu adlı bir el var idi. Burada igid döyüşçülər, ağıllı qocalar və mehriban insanlar yaşayırdı. Onların ən qiymətli sərvəti isə Buzbulaq adlanan su mənbəyi idi. Deyirdilər ki, bu bulağın suyu içən hər kəsə güc, sağlamlıq və uzun ömür bəxş edəcək. Lakin bir qış günü elin üzərinə qara bir kölgə düşdü. Qar fırtınası başladı. Soyuq küləklər elə əsdi ki, adamlar evlərindən çıxa bilmədilər. Günlərlə qar yağdı. Çaylar dondu, heyvanlar qırıldı. Ən pisi isə o oldu ki, buzbulağın suyu dondu və kəndin insanları susuz qaldılar. Bütün elin böyükləri Dədə Alburunun yanına yığışdılar. O, kəndin ən ağıllı və yaşlı adamı idi. O, qamışdan düzəldilmiş qədim çalğı alətini götürüb bir müddət düşündü. Sonra dərin səslə dedi: "Bu adi bir qış deyil. Ayaz xanın qəzəbi yer üzünə enib. Əgər bulağı yenidən axıtmaq istəyirsinizsə, igid bir kəs onun sarayına gedib soyuq sehrin sirrini açmalıdır." Bu sözləri eşidən Alpərən kəndin ən cəsur gənci. O irəli çıxdı. "Mən gedəcəyəm." Anası Umay xatun oğlunun üzünə baxıb kədərlə gülümsədi və ona nəsihət verdi. "Oğul, yolun uzun və təhlükəli olacaq. Yadında saxla. Hər şeyin sirri səbr və hikmətdədir. Qartalların qanadı səni qorusun. Buzlu dağların arasından keçid." Alpərən yola düşdü. O, buz kimi soyuq havada, dizə qədər qarın içindən keçərək günlərlə yol getdi. Qar bəzən o qədər sıx olurdu ki, göz gözü görmürdü. Axır ki, böyük bir uçurum çıxdı qarşısına. Burada böyük bir daş var idi və üzərində qədim türk işarələri həkk olunmuşdu. Alpərən əyilib daşın üzərində yazılmış sözləri oxudu. Kim ki qışın sehrini açmaq istəyir, ilk olaraq qəlbinin içindəki qışı əritsin. Alpərən fikrə getdi. Sonra gözlərini yumub, içindəki qorxularını, tərəddüdlərini yox elədi. O an möcüzə baş verdi. Qalın qar birdən-birə yağırıldı və onun üçün gizli bir keçid açıldı. Ayaz xanın sarayı. Alpərən yoluna davam edərək buz saraya gəlib çatdı. Bu sarayın divarları parlaq mavi buzdan idi. Oradan elə bir soyuq gəlirdi ki, adamın lap canı titrəyirdi. Alpərən içəri girəndə sarayın ortasında Ayaz xanın oturduğunu gördü. O, ağ saqqallı, gözləri şimşək kimi parlayan bir qoca idi. O, Alpərənə baxıb soyuq səslə dedi: "Ey igid, nə üçün mənim sarayıma gəlmisən?" Alpərən cəsarətlə cavab verdi: "Buz bulağımız donub, xalqımız susuz qalıb. Mən bulağın yenidən axmasını istəyirəm." Ayaz xan bir anlıq düşündü. Sonra dedi: "Mənim qışım hamı üçün eynidir. Amma bulağınız donubsa, bu sadəcə soyuqdan deyil. Sizin yurdda bir sir var. Onu tapsan, suyunuz yenidən axacaq." Alpərən baş əyib saraydan çıxdı. O kəndə qayıtdı və bulağın yanına gəldi. Gecə yuxusunda qəribə bir səs eşitdi. Su yalnız saf qəlblilərə xidmət edər. Bulağın sirri gizli ləl daşındadır. Səhər açılanda Alpərən bulağın buzunu qırıb suyun dibini qazmağa başladı. Birdən parlaq, bəyaz bir ləl daş gördü. O, bu daşı götürüb bulağa qoydu. O andaca buz əriyib yox oldu. Bulaq yenidən coşub axdı. İnsanlar suyu içdi və onların bədəninə istilik yayıldı. Kəndə yenidən həyat gəldi. Beləcə, igid Alpərənin cəsarəti sayəsində Göytanrı yurdu yenidən canlandı. Nağılın sonu.